Hər vaxtınız xeyirli olsun, dəyərli müəllimlər. Bugünkü dərsimiz nəzəriyyələr bölməsindən Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsidir. İlk öncə baxaq görək, Lawrence Kohlberg kim idi? O, ABŞ psixoloq olmuşdu, Chicago Universitetində işləmişdi. Həmin dövrdə işlədiyi vaxtlarda Jean Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsi ilə tanış olmuşdu və həmin nəzəriyyənin əsasında mənəvi inkişaf nəzəriyyəsini irəli sürmüşdü. Kohlbergin məşhur bir fikri var. O deyir ki, əxlaqi cəhətdən inkişaf etmiş uşaqların hamısı parlaqdır. Amma parlaq uşaqların hamısı mənəvi cəhətdən inkişaf etmiş olmur. Kohlbergin mənəvi inkişaf nəzəriyyəsinin irəli sürməkdə məqsədi odur ki, o deyir ki, insanın mənəvi inkişafı onun idraki inkişafı ilə sıx bağlıdır. Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsindən tanış olanda Kohlberg Piaget'in zehnin inkişafının mərhələlərlə getdiyini irəli sürdüyünü görür və o da ona istinad edərək onun əsasında belə bir fikir irəli sürür ki, insanın mənəvi inkişafı da mərhələlərdən keçir. Mənəvi inkişaf nədir? Mənəvi inkişaf insanlarda formalaşan bir dəyərdir, mənəvi dəyərdir. Bəs insanlarda mənəvi dəyərlər necə formalaşır? Bu fikir, bu sual əsrlərdir ki, bir çox din xadimlərini, valideynləri, filosofları düşündürür. Lakin bu mövzu zamanla psixologiya və təhsil sahəsində əhəmiyyətli məsələyə çevrilmişdir. İnsanın mənəvi inkişafında valideyninmi, yoxsa sosial amilinmi daha böyük təsirə malik olduğu böyük bir sual doğurur və Kohlberg bu məsələləri araşdırır və araşdıraraq dünyada məşhur bir nəzəriyyənin irəli sürməsinə vəsilə olur, nail olur. O mənəvi inkişaf nəzəriyyəsini 3 əsas hissəyə bölür. O deyir ki, mənəvi inkişaf 3 əsas hissədən ibarətdir və hər bir hissənin özü də 2 mərhələdən ibarətdir. Ümumilikdə 6 mərhələdən ibarət olan bir nəzəriyyə yazır, təklif eləyir və bu nəzəriyyə insanın mənəvi inkişafının onun idraki inkişafı ilə bağlı olduğunu anlatır və başa salır. Mənəvi inkişaf deyəndə biz insanların mənəvi inkişafının müxtəlif mərhələlərdən keçdiyini başa düşürük. İnsanlar müxtəlif davranışına görə müxtəlif mərhələlərdən keçəndə və onların davranışına görə biz onları qiymətləndiririk. Yəni bu deməkdir ki, mənəvi inkişafın hər hansı bir səviyyəsində olan insan bəzi davranışlar həmin insan üçün doğru olduğu halda, digər mərhələdə olan insan üçün həmin davranış yanlış ola bilər. Və burada da vacib olan məqam odur ki, şagirdin mənəvi inkişafının hansı mərhələdən keçdiyini aydınlaşdırmaq lazımdır, müəyyənləşdirmək lazımdır. Dedik ki, Kohlbergin mənəvi inkişaf səviyyəsi 3 əsas hissəyə bölünür. Bunlar hansılardır? Prekonvensional səviyyə, konvensional səviyyə, bir də postkonvensional səviyyə. Prekonvensional səviyyənin özü 2 hissəyə bölünür, itaət və cəza. Konvensional səviyyənin özü 2 yerə bölünür, qəbul olunma və səlahiyyət və sosial nizam. Postkonvensional isə sosial müqavilə və universal etik prinsiplər səviyyələrinə, mərhələlərinə bölünürlər. İlk öncə baxaq görək prekonvensional səviyyə nə deməkdir? Prekonvensional səviyyədə burada artıq uşaqların mənəvi dəyərləri böyüklərin qoyduğu qaydalar əsasında, qaydalar tərəfindən əməl edildikdə və ya pozulduqda üzləşdikləri nəticə ilə dəyərləndirilir. Yəni ki, bu səviyyədə olan uşaqlarda hələ şəxsi mənəvi dəyərlər tam formalaşmır. Bu uşağın məsələyə göstərdiyi münasibət yalnız qaydaların pozulması zamanı qarşılaşdığı nəticə ilə çərçivələnir. Sadəcə onlar qoyulan qaydaya əməl edilməsinin vacibliyini anlayırlar və qeyri-şərtsiz həmin qaydalara riayət edirlər. Prekonvensional səviyyənin özü də dedik 2 mərhələdən ibarətdir. İtaət və cəza, bir də individualizm, yəni şəxsi maraq mərhələlərindən ibarətdir. İlk öncə baxaq görək itaət və cəza nədir? İtaət və cəza mənəvi inkişafın ilk mərhələsidir. Bu mərhələ uşaqların kiçik yaşlarına təsadüf edir. Kohlbergə görə bu mərhələdə olan şəxslər qaydaları dəyişməz və şərtsiz qəbul edirlər. Yəni onlar fikirləşirlər ki, əgər qaydalara əməl etməsələr, onlar sonunda cəza alacaqlar, cəza ilə nəticələnəcək. Ona görə də cəzalanmamaq üçün qərarlarını qaydalara müvafiq qəbul edirlər. Bu mərhələdə olan şəxslərin mənəvi dəyərləri qoyulan qaydalar və onların pozulması halında cəza tədbirləri ilə üzləşir, cəzalarla nəticələnir. Yəni burada bu mərhələdə artıq uşaqlar qoyulan qaydalara əməl edirlər. Çünki fikirləşirlər ki, əməl etməsələr sonda cəza alacaqlar. Təsəvvür edək ki, bir dənə məktəbdə dalaşmaq olmaz qaydası qoyulub. Və məktəbin həyətində də 2 dənə şagird bir-biri ilə dalaşır. Və bu dalaşmaya müşahidə edən bir çox insanlar var. Hansılar ki, mənəvi inkişafın müxtəlif mərhələlərində olan insanlar bu dava-dalaşı müşahidə edirlər. Bu insanların içərisində dalaşan uşaqların dostları da var. Bu dostlar həmin uşaqlara kömək etmək istəyirlər. Amma fikirləşirlər ki, biz onlara kömək etsək, biz də cəzalanacaq. Deməli, həmin şagirdlər itaət və cəza mərhələsindədirlər. Onlar fikirləşirlər ki, məktəbdə dalaşmaq olmaz qaydası var da. Biz bu qaydaya əməl etməsək, biz də onlara qoşulsaq, biz də cəzalandıracaqlar. Deməli, burada uşaq öz dostuna artıq kömək etmir.
Demək bu mərhələdə olan uşaq qaydalara riayət edir və onları müzakirə etmir, çünki bilir ki, buna görə cəza alacaq. Bu olur itaət və cəza mərhələsində olan şagird. İkinci gəlirik individualizm, yəni şəxsi maraq. Bu mərhələdə olan uşaqlar artıq hadisəni öz şəxsi mövqeyindən çıxış edərək mühakimə edirlər. Yəni onlar fikirləşirlər ki, mən dostuma kömək edim ki, ola bilər ki, gələcəkdə mən də kimləsə dalaşaram, o da mənə kömək etsin. Deməli, burada şagird nə edir? Öz şəxsi marağını güdür. Fikirləşir ki, mən ona kömək etsəm, deməli o da mənə, sabahsı gün o da mənə kömək edəcək. Deməli, burada artıq şagird nə edir? Öz şəxsi marağını güdür. Bu hər iki mərhələ müəllimlər, itaət və cəza, həm də individualizm. Burada fikir verirsinizsə, insanın, şagirdin öz münasibətidir, öz mövqeyindən çıxış etməsidir. İtaət və cəzada da var idi. Yəni özü üçün fikirləşirdi ki, mən qaydaya əməl etməsəm cəza alacağam. İndividualizmdə də fikirləşir ki, mən dostuma kömək etsəm, o da mənə kömək edəcək gələcəkdə. Burada gəlirik müəllimə konvensional səviyyə. Konvensional səviyyədə artıq insan və yaxud da şagird cəmiyyətin mövqeyindən çıxış edir. Prekonvensional səviyyədə öz mövqeyindən çıxış edirdi, amma konvensional səviyyədə artıq cəmiyyətin mövqeyindən çıxış edir və konvensional səviyyənin də özü iki hissəyə bölünür: qəbul olunma, bir də səlahiyyət və sosial nizamı qoruma mərhələsi. Olan insanlar artıq başqalarının fikirlərinə əsasən davranırlar. Yəni cəmiyyətin fikrini nəzərə alaraq davranırlar və onlar stereotiplərə uyğunlaşmağa çalışırlar. Hansısa bir hadisə ilə bağlı mühakimə yürüdərkən cəmiyyətin mövqeyini, sosial gözləntiləri nəzərə alırlar. Yəni bu şəxs mühakimə zamanı cəmiyyətin bu məsələyə necə yanaşmasını nəzərə alır və ona görə davranır. Deyək ki, bu məktəbin həyətində dalaşan uşaqları görən, qəbul olma mərhələsində olan insanlar nə fikirləşir? Onlar fikirləşirlər ki, mən gərək bu işə qarışmayım, qoy hamı görsün ki, mən yaxşı şagirdəm. Deməli, burada şagird nədir? Hər şeyi cəmiyyətlə bağladı. Yəni o fikirləşdi ki, mən işə qarışmayım, qoy cəmiyyət görsün ki, mən yaxşı şagirdəm, ağıllı şagirdəm, dava-dalaşa qarışmıram. Bu deməli cəmiyyət tərəfindən qəbul olunma mərhələsidir. Sonra gəlirik sosial nizamı qoruma və səlahiyyət mərhələsi. Bu mərhələdə olan şəxslər artıq hadisələrə individual yanaşma deyil, cəmiyyəti bir bütöv şəklində görürlər və onlar fikirləşirlər ki, əgər bu qayda qoyulubsa, hər kəs bu qaydaya əməl etməlidir. Və bu qaydaya əməl ediləndə artıq sosial nizam intizamı qorumuş olurlar. Bu mərhələdə olan insanlar məktəbin həyətində baş verən dava-dalaşa nəzər yetirəndə onlar fikirləşirlər ki, qoy gedim bunları ayrım ki, sosial nizam intizamı qorumağa çalışır, dava-dalaş olmasın, səs-küy olmasın və xaos olmasın deyə qaydaların tətbiqini vacibliyini başa düşür və o nizamı qorumağa özünə vəzifə kimi hesab edir. Üçüncü və dördüncü mərhələnin xüsusiyyətlərini ümumiləşdirsək, aydın olur ki, şəxs mühakimə edərkən öz mövqeyindən deyil, cəmiyyətin mövqeyindən çıxış edir. Bu olur konvensional səviyyə. Gəlirik indi müəllimlər 3-cü səviyyəmiz olan postkonvensional səviyyə. Postkonvensional səviyyədə artıq biz mənəvi inkişafın son 2 mərhələsini görürük. Postkonvensional səviyyənin mahiyyəti nədir? Burada artıq insanlar, orada olan şəxslər artıq düşünürlər ki, qoyulan qaydalar cəmiyyət üçün nə dərəcədə yararlıdır, yəni nə dərəcədə ədalətlidir və burada olan şəxslər hadisəni insan hüquqları və ədalətə əsaslanaraq özləri üçün müəyyən etdiyi prinsiplərindən yanaşırlar, mühakimə edirlər və postkonvensional səviyyənin də özünün 2 mərhələsi var. Sosial müqavilə, bir də universal etik prinsiplər mərhələsi. Sosial müqavilə mərhələsində olan şəxslər mənəvi inkişafın demək olar ki, yüksək səviyyəsindədirlər, mərhələsindədirlər. Yəni burada olan insanlar artıq fikirləşirlər ki, qoyulan qaydalar ədalətlilik prinsipinə yanaşmalıdır. Yəni cəmiyyət tərəfindən razılaşdırılmalıdır. Biz qaydaları, nizam-intizam qaydalarını elə tərtib etməliyik ki, ədalətli olsun. Yəni hər kəs üçün biz qaydanı eyni qoyuruq. Bəzi insanlar var ki, o qaydalara və yaxud da o cəzalara layiqdirlər. Bəziləri də var ki, layiq deyillər. Ona görə də bu səviyyədə, bu mərhələdə olan insanlar fikirləşirlər ki, qaydalar əgər cəmiyyət üçün yararlıdırsa və yaxud da müəyyən bir məna kəsb edirsə, onda yararlıdır və yaxud da əhəmiyyət daşıyır. Amma əgər cəmiyyət üçün uyğun deyilsə bu qaydalar, deməli o cəmiyyətə yararlı deyil və bu insanlar həmin qaydaları daim sual altına salırlar ki, yəni bu qaydada ədalətlilik yoxdur. Bu sosial müqavilə mərhələsində olan insanlar ən çox ədalətdən yanaşırlar, ədalətlilik prinsipindən yanaşırlar. Əvvəlki situasiyaya biz nəzər salsaq, hansı ki məktəbin həyətində dalaşan uşaqlar var idi, həmin uşaqları müşahidə edən başqa bir şəxslər var kənardan. Onlardan biri düşünür ki, qaydanı pozduqlarına görə həmin şagirdlər cəzalandırılacaqlar. Təbii ki, amma digər tərəfdən də fikirləşir ki, o şiddətə məruz qalan uşaq var. O şiddətə məruz qalan uşaq özü də bir başqasına şiddətə məruz qoymuşdu. Deməli, həmin uşaq bu cəzaya layiqdir, bu şiddətə layiqdir. Deməli, sosial müqavilə mərhələsində olan insanlar burada ədalətlilik prinsipindən yanaşırlar. Onlar fikirləşirlər ki,
Məktəbdə qoyulan qaydalara riayət etmələri və yaxud da cəzaya layiq görülmələri hər bir şagird üçün deyil. Bəzi şagirdlər var ki, buna layiqdirlər, bəzi şagirdlər var ki, buna layiq deyillər. Bu mərhələdə olan insanlar artıq qaydaların ədalətli olub olmadığını mühakimə edirlər. Yəni ədalətlilik prinsipindən yanaşırlar. Gəlirik müəllimlər, artıq 6-cı mərhələmiz olan universal etik prinsiplər mərhələsi. Bu mərhələ mənəvi inkişafın ən yüksək mərhələsidir. Bu mərhələdə mənəvi dəyərlər ən ali həddədir. Burada insanlar mühakimə yürüdərkən artıq universal etik prinsiplərdən çıxış edirlər, mücərrəd mülahizələrə əsaslanırlar. Bu mərhələdə olan insanlar ədalətsiz qanunlara itaət etmirlər və düşünürlər ki, insanlar bir-birlərini başa düşməyi, hiss və həyəcanı anlamağı öyrənməlidirlər. Bu mərhələdə olan insanlarda azadlıq anlayışı, dostluq anlayışı, sevgi anlayışı böyük əhəmiyyət kəsb edir. Bu insanlarda şəfqət hissi olur, vicdan hissi olur və insanları başa düşürlər, insanlarla empatiya qururlar. Yəni ki, bir sözlə mənəvi dəyərlərə aid olan ən yüksək dəyərlər bu mərhələdə artıq formalaşmış olur. Biz əvvəlki təcrübəyə əsaslanaraq qeyd etməliyik ki, əgər uşaqlar məktəb həyətində dalaşan şagirdləri görən direktor onlara yaxınlaşır və onları aparır, onlarla bir yerdə iclas təşkil edir və bu iclasda şagirdlərə onu bildirir ki, məktəb qaydalarının nədən ibarət olduğunu və bu qaydaların nə üçün vacib olduğunu bilməlidirlər, dərk etməlidirlər və qaydalara əməl etməlidirlər. Onlar bir-birlərinə ünsiyyətdə xoş davranmalıdırlar, əməkdaşlıq edərkən əməkdaşlıq qaydalarına riayət etməlidirlər, bir-birlərinə qarşı hörmətli yanaşmalıdırlar. Və direktor burada şagirdlərə insani keyfiyyətləri aşılamağa çalışır, ədalətin nə olduğunu aşılamağa çalışır və o şagirdlərə anladır ki, başa salır ki, siz bir-birinizi başa düşməyi bacarın, bir-birlərinizin hisslərinizi anlayın, bir-birlərinizin həyəcanını anlayın və bu mərhələdə insanlar, şagirdlər ən yüksək mənəvi dəyərlərə çatmış olurlar. Mənəvi inkişafın bu mərhələsində olan şəxslər üçün insanların davranışı məntiqə və ədalətə əsaslanan etik normalardan çıxış edərək vicdanlı və ədalətli seçimlərdən ibarət olmalıdır. Postkonvensional səviyyənin mərhələlərinin ümumi cəhəti insanların öz daxili mənəvi dəyərlərindən çıxış edərək qayda qanunların ədalətliyini mühakimə etməlidir. Müəllimlər, mənəvi inkişafı təmin etmək üçün nə etmək lazımdır? Bunun üçün ilk öncə şagirdlərdə bu mənəvi dəyərləri inkişaf etdirmək üçün bir çox strategiyalardan istifadə etməliyik, iş üsullarından. Bunlar hansı iş üsullarıdır? Simulyasiya və rollu oyunlar, müzakirə xəritəsi, insident üzərində iş, debat, Sokrat dialoqu və akvarium. Bu üsullardan istifadə edərək biz şagirdlərdə mənəvi inkişafları inkişaf etdirə bilərik. Daha sonra sinifdə şagirdlər arasında mənəvi dəyərlərlə bağlı bir müzakirə təşkil edə bilərik və bu müzakirə ətrafında suallar formalaşdıra bilərik və şagirdlərə suallar verməklə və özlərini refleksiya etməklə biz onlarda mənəvi dəyərləri formalaşdıra bilərik. İlkin biliyə əsaslanan metod nədir? Bu metodun əsasında şagirdlər mənəvi inkişafı təmin etmək üçün kifayət qədər təcrübə və resursların verilməsi durur. Yəni biz şagirdlərdə mənəvi inkişafın baş verməsi üçün ilk növbədə onlara müxtəlif situasiyalar, müxtəlif insanlar və müxtəlif situasiyalar haqqında bilikli və təcrübəli olmalarını bildirməliyik. Bunun üçün real təcrübə strategiyasından istifadə edə bilərik. Real təcrübə strategiyası da odur ki, biz şagirdləri müxtəlif yerlərə apara bilərik. Məsələn, kimsəsiz uşaqlar evinə, fiziki qüsurlu şəxslərə kömək etdirə bilərik, təbiəti qorumaq üçün layihə işləri verə bilərik, qocalar evinə apara bilərik. Biz bununla da şagirdlərdə mənəvi dəyərləri formalaşdıra bilərik.